Döyüş meydanında yaralansa belə silahdaşlarını tək qoymayan, vətən sevgisini canından üstün tutan Afərin Qulamzadə 1999-cu il iyulun 13-də Lənkəran rayonunun Mamusta kəndində dünyaya göz açıb. O, 2005-ci ildə Məmməd Fərzullayev adına Mamusta kənd tam orta məktəbinin 1-ci sinifinə qədəm qoymuş, təhsil illərində çalışqanlığı və vətənpərvərliyi ilə seçilmişdir. 2016-cı ildə məktəbi uğurla başa vurduqdan sonra Müdafiə Nazirliyinin en sayılı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başlamışdır. 2020-ci ildə Azərbaycan xalqının şanlı zəfər salnaməsini yazdığı Vətən müharibəsi başlayanda Afərin Qulamzadə könüllü olaraq cəbhəyə yollanmışdır. Çavuş kimi Füzuli əməliyyatlarından başlayaraq Xocavənd istiqamətində gedən ağır döyüşlərdə iştirak etmiş, düşmənin çoxsaylı canlı qüvvəsinin məhv edilməsində xüsusi igidlik nümayiş etdirmişdir. Füzuli istiqamətində gedən şiddətli döyüşlər zamanı yaralı komandirini təhlükəli ərazidən çıxararkən özü də ayağından yaralanmışdır. 3 gün hərbi hospitalda müalicə alan Afərin sağalan kimi yenidən döyüş meydanına, silahdaşlarının yanına qayıtmış, onları ən çətin anlarda belə yalnız buraxmamışdır. Afərin Qulamzadə 2020-ci il noyabrın 3-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimiz noyabrın 19-da doğulub boya-başa çatdığı Mamusta kəndində böyük izdiham və ehtiramla son mənzilinə yola salınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi igidliyə, döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Afərin Qulamzadə ölümündən sonra vətən uğrunda Xocavəndin azad olunmasına görə medalları və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilmişdir.